Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən bugün sizə Simi Bravo One-ın kalibrovka olunmasını göstərəcəm. Ekranda gördüyünüz kimi otaq termostatını ayırırıq. Orada qaraşını, primiskanı ayırırıq. Sonra üst plata panelini açırıq. Klapanı görmək üçün. Klapanda out yazılan ən üst şurubu açırıq vinti açandan sonra. Ora biz elektron manometrin şlankın taxırıq. Və manometrdə millibar rejiminə qoyacağıq. Orada görərsiniz out, yəni çıxışa bağlayırıq manometrimizi. Təzədən ekranı, paneli yerinə qoyuruq, rahat olsun. Və biz onu on-off düyməsinin köməyi ilə yay rejiminə qoyuruq. Və isti su temperaturunun maksimalını 60 dərəcəyə qoyuruq. Sonra biz minus və OK düyməsini 3 saniyə sıxıb saxlamaqla parametrə girəcəyik. Gördüyünüz kimi parametrə girdik. Birinci parametr Piliusun köməyi ilə 4.9, yəni 49-cu parametrə gəlirik. Pilius düyməsini basıb saxlamaqla da və yaxud bir-bir vurmaqla da getmək olur. Sonra seti OK düyməsini basmaqla setə giririk. Seti 49 edirik. Basıb saxlamaqla sürətli keçid eləmək olur. Az qalanda buraxırıq, tək-tək vururuq ki, ötüb keçməsin. 48, 49. OK vurub yaddaşa veririk. Sonra 70-ci parametrə gəlirik. Eyni şəkildə Piliusun köməyi ilə 70. OK düyməsini basırıq. 70-ci parametrin setini 5 eləyirik. OK vurub yaddaşa veririk və parametrdən çıxış veririk. Minus və OK düyməsini eyni parametrə girdiyimiz şəkildə çıxırıq. Bəzən ilişir, bunu tam hər ikisini biri basmaq lazımdır. 2-3 saniyə çıxdı. Normal rejimdə ondan sonra on-off və OK düyməsini yenə basıb saxlayırıq. Ekranda AO avtomatik kalibrovka. Biz isti suyunda açırıq, açıq qoyuruq. Bu mütləqdir. İsti sudan sonra klapan açılır, qaz alışacaq. Ekranda P01 yazacaq. P0 bizim yüksək təzyiq göstəricimizdir. Yüksək təzyiqimizi ekranda görürsünüz, manometr ekranda çox göstərir. Biz indi 13 millibardan, daha doğrusu 14 millibara yaxındır. Onu azaltmalıyıq. 12 millibara qədər azaldırıq. Siz 10 və yaxud 11 millibarda qoya bilərsiniz. 12 millibara nizamladıq. 12 Nizamlayandan sonra yaddaşı üçün on-off düyməsini basıb saxlayırıq. Ekrandakı həmən rəqəm oynayır. Ondan sonra reseti vurub aşağı təzyiq parametrinə giririk. Aşağı təzyiq parametrində də deməli ekranda görürsünüz, çox göstərir. Onu biz minusun köməyi ilə ekranda göstərilən 90 rəqəmlə azalda minusu. Tək-tək vurmaq məsləhət, yəni basıb saxlamaqla tez sönə bilər, klapan bağlana bilər və hər şeyi biz təkrar eləmiş olacaq. Yəni təkrar olmasın deyənə biraz ehtiyatla minus düyməsini basa-basa manometrə nəzarət edib aşağı təzyiqi 2 millibara salmağa çalışacağıq. Ən isti su həddən artıq soyuq olmursa 1.8-ə qoymaq daha yaxşı məsləhətdir. Belə normal rejimdə siz 2.2 də qoya bilərsiniz. Gördüyünüz kimi 2 millibara yaxınlaşır. 2 millibara nizamlayandan sonra biraz az oldu. Bir qaytarırıq 2 millibara Piliusun köməyi ilə. 2 millibar olduqdan sonra biz on-off düyməsini, soldakı üst düyməni basıb saxlamaqla verilənləri, yəni nizamladığımızı yaddaşa veririk. Ondan sonra reseti basıb
və on-off-u hər için 3 saniyə basmaqla bütün nizamları yaddaşa veririk. Sağ olun.